Salam mənim kanalımın seyirciləri. İndi iaşə obyektlərində, restoran biznesində xüsusi həyasız adam tipləri meydana çıxıb. Məsələn, bir ay müddətində orada çörək yemişsən, porsiyası 5 manat və yaxud da 10 manat, heç bir menyuya əlavə olunmadan 11 manat alır, 12 manat alır və yaxud da 13 manat alır. Yəni mən açıq danışan adamım, hətta 5 qəpiyə görə o utanmır. Ayıb olmasın bizə nəsə eləməyə. Biz niyə görə utanaq? Və çox xahiş edirəm ki, gündəlik, günəmuz çalışan ofisiantlara verilmiş çayavoyu nəzərdə tutmayın. Kırısalığı nəzərdə tutmayın. Açıq, aşkar insana, adını çəkmirəm, nə eləmək? Həyasızlığı. O utanmırsa ona, bizim halal pulumuza göz dikibsə, ola 5 qəpik olsun. Niyə görə mən soruşmayım ki, niyə görədir? Göstər qardaş, o menyuda varsa, o çayavoydursa, bütün ofisiantların halal xoş olsun çayavoyları biz onsuz ofisiantlara veririk. Anaların südü kimi halal xoş olsun. Yox, sən yavını ora həyasızlıq eləyib yazırsansa, alırsansa da və məni kimi demagog adam gəlib üzvə deyirsə, yenə qızıl qırmızı şey eləyirsənsə, haram xoşun olsun, hətta 5 qəpik olsa belə. Bu qədər.